Əlavə 3 maşınım var, 4 maşınım var. Qardaş, mənə elə ev ver ki, həyəti də olsun, həyətinə də 3-4 maşın girsin. Bu günləri sizlərə həyətinə 3-4 maşın daxil etmək mümkün olan 2 mərtəbə, 4 otaqlı sizlərə mülk təqdim edəcəm. Mülkümüz 3 mərtəbədir, dəyərli dostlarımız. Niyə 2 mərtəbə dedim? 2 mərtəbəsində yaşayış var. Birinci mərtəbəsində də 2 dənə avtomobil salda qarajına. 143 min manata tam paket kupçalıdır, ipotekaya yararlıdır. Hal-hazırda məhəllədən çəkilişə başlamışıq. Qarşı tərəfdə bir avtomobil durub, digər tərəfdə də biri. Yolun ortasından da sərbəst şəkildə avtomobil keçə bilir. Enli, geniş bir məhəllədən, əla bir məhəllədən çəkiliş edirik. Kanalizasiya sistemi mərkəzidir. Qaz, su, işıq, kanalizasiya sayğacların hamısı var. Hələ darvazanın qarşı tərəfi ilə yetəri qədər məsafədə, aralı bir məsafədə maşın saxlamışam. Keçid edirik evin həyətyanı sahəsinə. Dəyərli dostlarımız, həyətyanı sahə qranit daşlarla örtülüb. Kanalizasiyanın drenajlarına kimi qoyulub. Birinci mərtəbə monolit beton. 1 ilə 2-nin arası monolit beton, tikintinin sonu da monolit betonla üzlənilib. Pilləkənlər altı kladovka sahəsi, kombi aparatının yeri orada nəzərdə tutulub, ehtiyac su çəni nasosuna kimi quraşdırılıb, hamısı. Qeyd edim ki, hər mərtəbədə 2 ədəd sanitar qovşaq var. Aksesuarlarına kimi yığılıb, mətbəx mebeli yığılıb, radiatorları bağlanılıb, kombi aparatı bağlanılıb, qiymət 143 min manat təşkil edir, real müştəriyə də endirim nəzərdə tutulub. Evin birinci mərtəbəsindəyi kolon vasitəsilə monolit betonlar atılıb, əlavə olaraq bir neçə avtomobil həyətinə, evin alt sahəsinə daxil etmək mümkündür. İstəsəz digər tərəfdən əlavə otaqlar da yarada bilərsiniz. Bu da monolit betondur. Pol sahəsi də betondur, dəyərli dostlar. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Evin ümumi üst fasadını sizlərə təqdim edəndən sonra evin içərisinə daxil olacaq. Pilləkən çöldəndir, dəyərli dostlarımız. Gəl. Ümumi üst fasadla tanış olacağıq. Demək, kombi aparatı burada nəzərdə tutulub, ehtiyac su çəninə kimi var. İkinci mərtəbəyə qalxan beton pilləkən ağlay daşlarla örtülüb, ümumi fasadı bir daha təqdim edək. Əl tutacaqlarına kimi pilləkənin quraşdırılıb. Ön cərgədə yerləşən sizlərə bir mülk təqdim edirik. Səhifəni bəyənib like etməyi unutmayın, dəyərli dostlarımız. Evin içərisində bütün detalları sizlərə deyəcəm. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdə ikinci mərtəbəyə qalxan pilləkən sahəsidir. Qeyd edim ki, birinci mərtəbə ümumilikdə istipolla üzlənilib, çörəkdən öncə gələn Wi-Fi xəttidir, dəyərli dostlarımız. Hətta evin içərisində Wi-Fi xəttinə kimi də var. Birinci mərtəbə istipol, ikinci mərtəbəyə qalxan pilləkən sahəsidir. Solda yerləşir evin böyük bir kvadrata malik qonaq otaqsı. Tavan sahəsi açıban, gözəl spot lampalar işlənilib, TV xəttinin yeri, kondisioner xəttinin yeri hər iki tərəfdə yaradılıb. Qonaq otağı ilə tanış olduq. Pilləkənlər altı kladovka sahəsidir. Artıq əşyaları yığa bilərsiniz. İstipolun kollektoru da burada nəzərdə tutulub, quraşdırılıb, tam təchizatdır. Sanitar qovşaqdır. Birinci mərtəbəyə məxsus sanitar qovşaq sahəsi. Tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdə. Evin mətbəx sahəsi. Əlavə xərcə ehtiyac yoxdur. Mətbəx mebeli quraşdırılıb, soyuducunun yerinə kimi hazırdır, dəyərli dostlar. Pəncərəsinin qarşısında heç bir maneə tutmur da, heç bir maneə. Evin sağı da, solu da, qarşı tərəfdə, arxa tərəfdə tamamilə sərbəst şəkildə açıq bir vəziyyətdədir. Dəhlizdə çıraqlarına kimi bağlanılıb, ikinci mərtəbəyə qalxan pilləkən sahəsi. Çox böyük, enli bir pilləkən sahəsi. İkinci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. Pilləkənlərdən qalxanda ilk öncə sanitar qovşağı təqdim edəcəyik. Gəl bura, dəhlizə gəl, zəhmət olmasa. Geniş bir şəkildə dəhliz vasitəsi, dəhlizdən tavana keçid etmək mümkündür. İkinci mərtəbənin sanitar qovşaq sahəsi, aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır vəziyyətdə. Burada yerləşir evin birinci yataq otağı. Qeyd edim ki, gəl operator qardaş, gəl səni zəhmət olmasa. Qeyd edim, dəyərli dostlarımız, burada belə bir boş sahə var, boş sahə. İstəsəz ehtiyac sanitar qovşaqda bu otağa özünə məxsus yarada bilərsiniz bu otaq üçün. Bu belə. Bütün otaqlarda istilik sisteminin radiatorları bağlanılıb,
tam hazırdır. Bugünkü gündə alqı-satqı et, köç yaşa sizlərə bir mülk təqdim edirik. Bu yataq otağından eyvana keçid etmək də mümkündür. Qiymət 143 min manat təşkil edir. Real müştərilərə endirimlə nəzərdə tutulub. Bu otağın da TV xəttinə kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Maşallah olsun, böyük bir otaq sahəsi var. Şəbəkə pəncərə evin ön tərəfinə, qarşı tərəfinə baxır. Bu otağın da TV xəttinə kimi quraşdırılıb. Burada da, dəyərli dostlarımız, ehtiyat balaca bir otaq sahəsi yaradırsan. Burada şkaf, şifaner. Daha əlavə pul vermirsən şkafa. Şifaner yaratdın, əla. 143 min manata kupçalı, ipotekaya yararlı sizlərə mülk təqdim etdik. Gələn videolarda sağ olun, sağlıqla qalın.